Əvvəla məsələ ondan ibarətdir ki, bu hadisə Rusiya hava məkanında kənar müdaxilə nəticəsində, yəni Rusiya tərəfindən, Rusiya ərazisindən atılmış Panser S raketi vasitəsilə təyyarə qəzaya uğrayıb və bununla bağlı 1944-cü il Chicago Konvensiyasına uyğun olaraq Azərbaycan İKAO-nun üzvü kimi ilkin istintaqla bağlı müraciət edib və ilkin nəticələr nəticəsində bizə məlum oldu ki, bu kənardan müdaxilə nəticəsində bu hadisə baş verib. Və İKAO çərçivəsində maksimum bu istintaqın müddəti 1 ildir. 1 il ərzində bu açıqlanmalıdır. Və Azərbaycan bu istiqamətdə kifayət qədər emosional davranışdan kənar, məsuliyyətli dövlət refleksi ilə, lakin beynəlxalq hüquqa hörmət çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan müvafiq addımlar atdı və müvafiq tələblər səsləndirdi qarşı tərəfdən. Bu, məlumdur ki, ilk olaraq üzr istənməsi, yəni bu hadisəni qəbul edilməsi və üzr istənməsi. İkinci, bu hadisəni törədənlər təqsirli şəxslərin cəzalandırılması. Üçüncü isə müvafiq kompensasiyanın ödənilməsi. Hələ yayda, 4 iyulda Cənab Prezident tərəfindən Beynəlxalq Şuşa forumunda, Qlobal Şuşa forumunda səsləndirdiyi fikirdə bildirdi ki, Rusiya tərəfi bununla bağlı Azərbaycan gözləntilərini qarşılamır və Azərbaycan bu barədə Rusiyanı beynəlxalq məhkəməyə verməklə bağlı tədbirlər görə bilər, addımlar ata bilər və bu barədə Rusiyanı məlumatlandırır. Təəssüflər olsun ki, onun üzərinə müəyyən müddət keçməsinə baxmayaraq, hətta Vladimir Putinin Cənab Prezidentlə görüşündən sonra bu barədə müsbət mesajlar verməsinə baxmayaraq, hələ də bununla bağlı heç bir addım atılmıyor. Burada söhbət istintaqın gedişində, bəli, istintaq gedə bilər, çəkə bilər bir il. Lakin burada ilkin addımlar lazımdır. Bundan nədən ibarətdir bu? Bu hadisəni törədən şəxslər Rusiyanın hərbiçiləri olduğu məlumdur. Həmin silah Rusiya ərazisində, Rusiya hava məkanında atıldığı məlumdur. Bununla bağlı Rusiya tərəfindən üzr istənməsi olmalıydı. Bu üzr ümumi xarakterli üzr ola bilməzdi. Konkret xarakterli üzr olmalıydı. Bu ki, təyyarə vurulduğuna görə Rusiya dövlət olaraq üzr istəməli. Ancaq Rusiya nə etdi? Rusiya belə bir hadisə baş verib, buna görə üzrünü hesab edib çıxış elədi. Digər bir mühüm məqam isə ondan ibarətdir ki, Rusiya bu məsələ ilə bağlı kompensasiyanın ödənilməsi məsələsini həyata keçirməlidir. Bu kompensasiyanın ödənilməsi məsələsi beynəlxalq hüquqa əsasən xüsusi borclanma hüququ əsasında həyata keçirilməlidir. SDR deyirlər. O, heç bir ölkənin valyutasına uyğun olmayan xüsusi bir maliyyə vəsaitidir. Təxmini hər bir zərər çəkmiş və həlak olmuş şəxs üçün 100.000 SDR nəzərdə tutulur. Bu, 1929-cu il Varşava və Montreal konvensiyalarına uyğun tətbiq edilir. Bizim pula ekvivalentdə 240.000 manat edir. Rusiyanın indiyənə qədər etdiyi sığortadır. Sığorta xərcini ödədi təyyarə. Lakin zərər çəkmiş şəxslərə və həyatını itirmiş 38 nəfər şəxsə qarşı Rusiya tərəfindən kompensasiya atılmadı. Yəni, bütün bunlar ötən bir il ərzində Rusiya tərəfindən Azərbaycanın həssaslığına, Azərbaycan ictimaiyyətinə, o cümlədən beynəlxalq hüququn tələblərinə uyğun addım atmadığını göstərir. Bu isə Azərbaycana qarşı haqlı etirazına və haqlı diplomatik reaksiyasına səbəb olur. Bu diplomatik reaksiya görsənən budur ki, hüquq müstəvisində bir cavaba dönüşəcək. Hüquq müstəvisində yaxşı biz nə edə bilərik? Azərbaycan hüquq müstəvisində hansı addımlar ata bilər? Əvvəla qeyd elədiyim kimi, Azərbaycanda, Rusiyada İKAO-nun üzvüdür. İKAO-nun tələblərinə uyğun olaraq, 44-cü il Chicago Konvensiyasına uyğun olaraq, hər iki tərəfin məsələsi İKAO çərçivəsində həll olunur. Narazı qalındıqda isə tərəflər arbitraja gedilir. Arbitrajda Azərbaycan tərəfindən bir nəfər müəyyən olur, Rusiya tərəfindən bir nəfər, yəni hakim və üçüncü isə neytral hakim müəyyən olur. Onun verəcəyi qərar, arbitrajı verəcəyi qərar dövlətlər üçün məcburi xarakter daşıyır. Rusiyanın orada iştirak etməməsi arbitrajın verəcəyi qərara təsir etmir. Bu birinci məsələ. İkinci iddia perspektivi isə Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində
atıla bilər. Çünki bu addımla həm də BMT nizamnaməsi Rusiya tərəfindən pozulub, hava məkanının pozulması, mülki aviasiya təyyarələrinin vurulması kimi bir addım atılıb. Bu baxımdan Azərbaycanın çox ciddi beynəlxalq məhkəmədə perspektivləri var, əsasları var, hüquqi argumentləri var və sadaladığı məhkəmələrdə Azərbaycanın iddiası təmin oluna bilər.